Salam əziz nənələr, dəyərli babalar. Hər birinizi dərin hörmət və ehtiramla salamlayıram. Mən sizin hüquqlarınızı qoruyan, uzun illərdir ki, pensiya və sosial müdafiə məsələlərlə məşğul olan bir hüquqşünasam. Bilirəm ki, siz ölkəmizin təməlini qoyan, bu günümüzə gəlib çıxmağımız üçün canını dişinə tutub çalışan, illərini bu torpağa, bu dövlətə sərf edən müdrik ağsaqqallarımız, fədakar ağbirçəklərimizsiniz. Hər zaman sizin yanınızda olmuşam. Hüquqlarınızın tapdanmasına imkan verməməyə çalışmışam. Bu gün də çox mühüm, bəlkə də həyatınızı birbaşa təsir edəcək bir xəbərlə sizə müraciət edirəm. Çünki sizə qarşı edilən bu ədalətsizliyi susaraq izləmək mənəvi haqqım deyil. Buna görə də diqqətlə qulaq asın, hazır olun. Çünki qaz 2 qat bahalaşacaq. Bəli, düz eşitdiniz. Artıq heç bir limit qalmayacaq, heç bir güzəşt tətbiq edilməyəcək. Nənələr, babalar, xatırlayırsınızmı o günləri? Necə fəhləlik etdiniz, necə müəllimlik etdiniz, necə həkimlik etdiniz, kolxozda yer şumladınız, zavodlarda ağır işlərdə çalışdınız, ölkəni necə qurdunuz, böyük fədakarlıqlar etdiniz. Bütün ömrünü ölkəyə, ailəyə, vətənə həsr etmiş insanların qışda isti evdə oturmaq hüququ yoxdurmu? İndi isə sizə hazırlanın, üşüyəcəksiniz deyirlər. 10 il, 20 il, 30 il, 40 il, bəlkə də 50 il iş stajınız var. Ömrünüzün qışını yaşayan bu yaşda özünüzü, uşaqlarınızı, nəvələrinizi isti evdə saxlamaq üçün hansı yollara əl atırdınız? Bəlkə də indi də həmin vaxtlardakı kimi məcbur olacaqsınız odun yandırasınız, kənd sobası qurasınız, samanı yığasınız ki, biraz isti olsun. Siz öz əməyinizlə bu ölkəni quran insanlarsınız. Sizin pensiyalarınız bu dövlətin sizə borcudur, sizin zəhmətinizin haqqıdır. Bəs nə qədər işlədiniz? Pensiyaya çıxana qədər neçə il, neçə ay, neçə gün fədakarlıq etdiniz? Hansı çətinliklərlə özləşdiniz? Və indi evinizi qızdırmaq üçün hansı yollarla dolanırsınız? Bu haqda fikirlərinizi, yaşadığınız çətinlikləri və bəlkə də ömrünüz boyu gördüyünüz işləri, pensiya stajınızı şərhlərdə bizimlə bölüşün. Hər bir sözünüz bizim üçün qiymətlidir. Çünki bu sizin həyatınızdır, sizin mübarizənizdir, sizin layiq olduğunuz hörmətin tələbidir. Bütün bu önəmli xəbərləri, qanunlardakı dəyişiklikləri qasırmamaq, öz hüquqlarınızı qorumaq və bu ədalətsizliyə qarşı səsini uzatmaq üçün kanalımıza abunə olmağı unutmayın. Biz sizin səsiniz olacaq, çünki birlikdə güclüyük. Xatırlayırsınız məzlərim, neçə illər idi ki, qaz istehlakı üçün müəyyən limitlər tətbiq olunurdu. Məsələn, müəyyən bir həcmə qədər, məsələn, ayda 150 kubmetr, bəzən 200 kubmetr qazın qiyməti daha aşağı idi. Yəni, 1 kubmetr üçün 10 qəpik, 12 qəpik və ya 14 qəpik ödəyirdiniz. Bir çox nənə baba, xüsusilə də rayonlarda, kəndlərdə yaşayanlar, qışda evlərini qızdırmaq üçün hər kubmetrə qənaət etməyə çalışırdı. Pəncərələri kətanla bağlayırdılar, qapıların altından əski keçirirdilər ki, soyuq içəridə olmasın. Bəzən bir otağı qızdırıb orada yığışırdılar ki, limitdən çıxmasınlar. Hətta uşaqları, nəvələri gələndə belə böyük qurbanlar verirdilər ki, onlar üşüməsin. Bu limitlər hər nə qədər kiçik olsa da, ən azından insanlarda bir təminat hissi yaradırdı. Bilirdiniz ki, müəyyən bir istilik üçün cibinizdən nə qədər pul çıxacaq. Bu pensiyanın 10%, 20%, bəzən 30% deməkdir, amma ən azından planlı idi. Əksər hallarda insanlar, xüsusilə də tək yaşayan və ya balaca evlərdə yaşayan pensiyaçılar bu limitlərə sığışmağı bacarırdılar. Amma indi vəziyyət tamam dəyişir. Tarif Şurasının kulislərində fəal şəkildə müzakirə olunan bir təklif var. Bu, 88 saylı qərar layihəsidir. Bu layihəyə əsasən qaz istehlakı üçün nəzərdə tutulan bütün limitlər ləğv edilir. Bəli, artıq heç bir limit yoxdur. Bu o deməkdir ki, siz ayın ilk günündən etibarən istifadə etdiyiniz hər kubmetr qaza 24 qəpik ödəyəcəksiniz. Düz eşitdiniz, 24 qəpik. Təsəvvür edin əzizlərim, 100 kubmetr qaz 24 manat, 200 kubmetr qaz 48 manat, 300 kubmetr qaz isə 72 manat edir. Təkcə evi qızdırmaq deyil, yemək bişirmək, su qızdırmaq, hamam suyu üçün də qaz lazımdır. Bir çox rayon və kənd yerlərində evlər böyükdür, divarları nazikdir. Sovet dövründən qalan pəncərələr, qapılar var. Hava soyuq olanda evlər yaxşı qızmır. Buna görə də çox qaz işlədilir. Məsələn, bir kənd evini qışda normal isti saxlamaq üçün bəzən 500, hətta 600 kubmetr qaz işlətmək lazım gəlir. 500 kubmetr qaz yeni qiymətlə 120 manat edir. 600 kubmetr isə 144 manat deməkdir. Bəs sizin pensiyanız nə qədərdir? Çoxlarının pensiyası cəmi 300 manatdır. Bəzilərində 250, bəzilərində 350 manatdır.
Təsəvvür edin, 300 manat pensiya alan bir insan əgər ayda 500 kubmetr qaz işlədirsə, pensiyasının 120 manatını, yəni demək olar ki, yarıya yaxınını qaz puluna verməli olacaq. Bəs qalan 200 manatla elektrik, su, zibil pulu, dərman, ərzaq, paltar, nəvələrə hədiyyə necə alınacaq? Bu sadəcə ağlasığmaz bir vəziyyətdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyalarınızın hesablanması zamanı bu cür artımlar nəzərə alınmır. Pensiya cəmi 3-5 manat artırılsa belə, bu qaz pulundakı 100%li artımı necə kompensasiya edə bilər? Bu cür qərarlar təkcə pensiyasının özünü deyil, onun qohum əqrəbasını, övladlarını, nəvələrini də çətin vəziyyətdə qoyur. Çünki övladlar valideynlərinin üşüməsinə dözə bilməyib, onlara pul göndərməyə məcbur qalacaqlar. Halbuki özlərinin də Bakıda, Rusiyada, Türkiyədə çətin şərtlər altında qazandıqları hər qəpik çörək puldur. Bəs kimlər bu vəziyyətdən ən çox zərər görəcək? Ən böyük risk qrupunda olanlar, rayonlarda və kəndlərdə yaşayan, əsasən də böyük, köhnə tikili evlərdə yaşayan nənə-babalarımızdır. Onların evlərində izolyasiya sistemi zəifdir, istilik saxlamaq çətindir. Tək yaşayan, övladları Bakıda və ya xaricdə işləyən ağsaqqal və ağbircəklər xüsusilə çətin vəziyyətdə qalacaqlar. Çünki onlara kömək edəcək bir evdə yoxdur. Minimum pensiya alan, yəni 300 manat ətrafında pensiyası olanlar, hər ay çörək pulu ilə qaz pulu arasında seçim etmək məcburiyyətində qalacaqlar. Sağlamlıq problemləri olan, xüsusilə də revmatizm, oynaq ağrıları, nəfəs yolları xəstəliklərindən əziyyət çəkən pensiyaçılar üçün isti ev təkcə rahatlıq deyil, həyat əhəmiyyətli bir ehtiyacdır. Bəs onlara necə kömək ediləcək? Əlbəttə ki, pensiyası artırılan bəzi kateqoriyalar da var. Məsələn, bəzi qrup əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, əlavə müavinətlər və ya pensiya artımları alırlar. Amma bu artımlar belə, qazın qiymətindəki 2 qat artımı kompensasiya edə biləcəkmi? Bu ədalətlidirmi? TSMF bu qərarın fərdi pensiya hesablamalarına necə təsir edəcəyini açıqlamır. İcra hakimiyyəti orqanları və bələdiyyələr yerlərdə sosial problemlərin həlli üçün məsuliyyət daşıyırlar. Amma onların bu cür qlobal qiymət artımlarına qarşı hansı yardımı təklif edə biləcəyi sual altındadır. Mən hüquqşünas olaraq sizinlə bir neçə real, amma bəlkə də hər gün qarşılaşdığınız hallardan danışmaq istəyirəm. Təsəvvür edin, Qax rayonunun ucqar kəndlərindən birində yaşayan ağsaqqal Məmməd dayı. 65 yaşında, ömrünün 40 ildən çoxunu fındıq bağlarında, tütün sahələrində çalışaraq keçirib. 5 övladı var, ikisi Bakıda, ikisi Rusiyada işləyir. Biri isə kənddə onun yanında qalıb, torpaqla məşğul olur. Məmməd dayı hər il nəvələrinin gəlişini səbirsizliklə gözləyir. Pensiyası 350 manatdır. Evi böyükdür, kənd evidir. Divarları nazikdir, qışı çox sərt keçir. Hər qış yüzlərlə manat qaz pulu ödəyir. Keçən il qaz limiti ilə təxminən 130-140 manat qaz pulu ödəmişdi. İndi bu artım onun nəvələrinə isti ev təmin etmək arzusunu necə puç edəcək? Nəvələr gələndə üşüməsinlər deyə özü kiçik bir otağı qızdırıb orada qalır. Ancaq qonaq otağını güclə qızdırır ki, nəvələri gələndə rahat olsunlar. İndi bu da mümkün olmayacaq. O nəvələrinə, bala bağışlayın, nənə babanızın pensiyası bura qədərdir deməli olacaq. Bu o qədər ağır bir yükdür ki, təsəvvür etmək belə çətindir. Yaxud Lənkəranın nəmli kəndlərindən birində yaşayan Ağbircək Səkinə nənə. 70 yaşında 35 il məktəbdə müəllimə işləyib, neçə-neçə nəslə elm verib, savadlandırıb. Yoldaşı rəhmətə gedib tək yaşayır. Yeganə qızı Türkiyədə ailəsi ilə yaşayır. Çətinliklə də olsa anasına pul göndərir. Pensiyası 290 manatdır. Bütün həyatını elmə, təhsilə həsr edib, indi isə evində isti suyu yandırmağa, evini qızdırmağa çətinlik çəkir. Lənkəranın nəmli qışı onun oynaq ağrılarını daha da artırır. O indi hansı dərsi keçməlidir? Sağ qalma dərsimi? Vətənə sədaqətin bu cür cəzalandırılması ədalətdirmi? Bu insanlar dövlətin onlara borclu olduğu hörməti və qayğını görməlidirlər, soyuqdan donmaq təhdidini deyil. Onlar gələcək nəsillər üçün bir örnək idilər, bəs indi nəyə çevriləcəklər? Dövlətə gəlir gətirən bir ödəyiciyəmi? Bu cür vəziyyətlər sadəcə insanları deyil, cəmiyyətin mənəvi təməllərini sarsıdır. Ailələr arasındakı gərginliyi artırır. Çünki övladlar valideynlərinə kömək etmək istəyir, amma özlərinin də Bakıda, böyük şəhərlərdə kirayə pulu, yemək pulu, uşaq pulu var. Onlar da öz ailələrini saxlamağa çalışırlar. Bu bir zəncirvari reaksiyadır ki, ən sonda yenə də ən zəif həlqi olan pensiyaçılarımız əziyyət çəkir. Bu mənim üçün bir hüquqşünas olaraq dözülməzdir. Bu cür çətinliklərlə özləşən təkcə Məmməd dayı və Səkinə nənə deyil. Siz də əzizlərim, öz yaşadığınız bölgəni, evinizin neçə kvadrat metr olduğunu və təxminən ayda nə qədər qaz işlətdiyinizi bizimlə bölüşün.
Bəlkə də bir-birimizə dəstək olmaq, həll yolları tapmaq üçün bu şərhlər bizə işıq tutacaq. Sizin hər bir sözünüz, hər bir təcrübəniz bu mübarizədə bizim gücümüzdür. Sizin səsiniz mənim işimdə ən böyük dayaqdır. Hər bir şərhinizi diqqətlə oxuyacağam. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Nələr etməliyik? İlk növbədə öz hüquqlarınızı yaxşı bilin. Qanunvericilikdəki dəyişiklikləri izləmək vacibdir. Məhz bu səbəbdən də kanalımıza abunə olun ki, ən son məlumatları əldə edə biləsiniz. İkincisi, enerjiyə qənaət yolları nəzərdən keçirmək lazımdır. Bilirəm, bu çox çətindir, xüsusilə də köhnə, tikili evlərdə yaşayanlar üçün. Lakin pəncərələrin, qapıların izolyasiyasını yaxşılaşdırmaq, divarları imkan daxilində izolyasiya etmək uzun müddətli perspektivdə xərclərinizi azalda bilər. Bəlkə də dövlət tərəfindən pensiyasılar üçün bu cür izolyasiya işləri ilə bağlı hansısa sosial proqramlar həyata keçirilə bilər, əgər biz öz haqqımızı tələb etsək. Üçüncüsü, müvafiq orqanlara müraciətlərinizi ünvanlayın. Dövlət Sosial Müdafiə Fonduna pensiya məbləğləri, müavinətlər və əlavə ödənişlərlə bağlı suallarınızla müraciət edin. Yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə, sosial yardım proqramları haqqında sorğu göndərin. Bilirəm ki, çox vaxt bu müraciətlər cavabsız qalır. Amma hər bir müraciət, hər bir şikayət bir statistika yaradır və bu statistika sonda bir təzyiq alətinə çevrilə bilər. Ən əsası da tək-tək yox, birləşərək müraciət etməkdir. Bir ağsaqqalın sözü bəlkə eşidilməz. Amma 100 ağsaqqalın, 1000 ağ birçəyin səsi bir araya gələrsə, o divarları sarsıdar. Kollektiv müraciətlər, petisiyalar, haqlı tələblər daha böyük təsirə malikdir. Dördüncüsü, öz büdcənizi diqqətlə planlaşdırın. Hər ay qaz, elektrik və digər kommunal xərcləri üçün pensiyanızın nə qədərinin ayrılmalı olduğunu dəqiq hesablayın. Bilirəm, bu onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə bir yükdür. Amma bu, real vəziyyəti görmək və gələcək addımlarınızı planlaşdırmaq üçün vacibdir. Beşincisi, əgər pensiya hüquqlarınızla bağlı hər hansı sualınız yaranarsa, DSMF ilə bağlı problemləriniz olarsa, pensiyanızın düzgün hesablanmadığını düşünürsünüzsə, bizə müraciət edə bilərsiniz. Mən sizin yanınızda olacam, sizə hüquqi dəstək göstərəcəm. Biz sizinlə birlikdə hər bir hüquqa addım atmağa hazırıq. Unutmayın ki, qanunla müəyyən edilmiş hüquqlarınız var və heç kim bu hüquqları əlinizdən ala bilməz. Bəs əziz nənələr, babalar, ömrünü bu dövlətə xidmətə həsr etmiş dəyərli vətəndaşlar, bütün bu çətinliklərin fonunda sizin əməyinizə, yaşlılığınıza, ağsaqqal və ağbirçəkliyinizə hörmətin təzahürü həqiqətən də bu olmalıdır. Hazırlanın, üşüyəcəksiniz. Siz bu qərarla barışmağa hazırsınızmı? Nəvələrinizə isti ev təmin etmək üçün son pulunuzu da qaz sərəncamlarını xərcləməyə razısınızmı? Yoxsa haqqınızı tələb etmək üçün birləşəcəksiniz? Fikirlərinizi səbirsizliklə gözləyirik. Sizin səsiniz gücümüzdür və bu gücün səslənməsi üçün şərhlər bölməsində öz sözünüzü deyin. Sağ olun.